Hərdən şəhid anaları görürəm ağlayır, sızlayır. Öz-özümə deyirəm ki, dırnaq arası, bu sözüm düz başa düşürsün ki, anaya baxıram, deyirəm, özün günahkarsan, günahkar dırnaq arasında. Yəni ki, sən belə gözəl anasan ki, belə övlad böyütdün. Günahkar bu mənada, günahkar deyilsən, sən nə qədər fəzilətlisən. Baxıram, danışır analığından, deyirəm, elə sən dırnaq arası xarab eləmsən də işləri. Xarab eləməmsən, abad eləmsən, belə nümunəvi övlad tərbiyə eləmsən. Çünki görünür ki, qəribə elə nurani ailələr, mənə bu müharibədən çox böyük bir xatirələr qaldı. Hər ev bir ziyarətgahdır. Həqiqətən, mən şişirtmirəm bunu. Dünən də bir evə getmişdik, elə çox fəqir bir ev idi. Bilirsən ki, adam üzlərindən nur yağırdı insanların. Çoxlarının anasının